Salam əziz dostlar. Bugün sizə elə bir hekayə danışacağıq ki, o bizə həyatın vacib bir qanununu xatırladır. Hətta ən qaranlıq zamanlarda, hər şeyin itirildiyi anlarda belə tale insana kömək əlini uzada bilər. Bu Aydan adlı bir qızın hekayəsidir. Onun zəhmətkeşliyindən, dürüstlüyündən və şirniyyat dükanındakı təsadüfi bir görüşün onun həyatını necə əbədi dəyişməsindən bəhs edir. Əyləşin və özünüzü rahat hiss edin. Uğurun və sədaqətin dadı adlı hekayəmizə başlayırıq. Axır ki, səbirsizliklə gözlədiyi magistratura imtahanının cavabları çıxmış, ödəniş sizə qəbul olunmuşdu. Sevincinin həddi-hüdudu yox idi. Bugün həmçinin öz sonuncu əlaçı təqaüdünü də almışdı. Kirayədə birgə yaşadığı qızlar üçün tort almaq məqsədi ilə məşhur şirniyyat dükanına getmək qərarına gəldi və o istiqamətə gedən avtobusa mindi. Dükanda vitrin boyu gəzib bütün tortlara baxandan sonra nəhayət meyvəli biskvitli bir tort seçdi. Satıcı qadın tortu lentlə bağlayanda soruşdu. Qızım, çox yaxşı seçimdir, nə münasibətlə alırsan? Magistraturaya qəbul olunmuşam. Kirayədə mənimlə yaşayan qızlara şirinlik alıram. Xoşbəxtlikdən bugün son 2 ayın təqaüdünü də veriblər. Əlini atıb, çantasının pulqabısını götürmək istəyəndə gözləri alacalandı. Donub qaldı. Çantası öndən horizontal kəsilmiş, portmanesi isə yoxa çıxmışdı. Satıcı qadın qızdan səs çıxmadığını görəndə nəsə demək istədi. Lakin qızın əlindəki çantaya baxanda nə baş verdiyini anladı. Tez dükanın arxa şöbəsinə keçərək bir stəkan su ilə qayıtdı. Rəngi ağarmış, donub qalmış qıza uzatdı. Al, iç, özünə gəl. Sonra onun qoluna girib arxa iş şöbəsinə apardı. Oradakı qadınlardan birini satış şöbəsinə göndərdi. Mən bu dükanın sahibiyəm. Səhərlər bəzən özüm satışla məşğul oluram. Həmişə iş üstündəyəm. İndi mənə ətraflı danış. Görüm haralardan keçib bura gəlmisən, hansı marşrutlardan istifadə etmisən? Xeyli söhbətdən sonra dükan sahibi onun nəinki hansı marşrutla gəldiyini öyrəndi. Həm də bu gənc, gözəl qızın qısa da olsa həyat tarixçəsindən də bilgi topladı. Atası 10 il əvvəl Rusiyaya işləməyə gedib və gedəndən 1 il sonra ailəsi ilə əlaqəsi kəsilib. Çox fikir çəkən anası uşaq bağçasında tərbiyəçi işləyirmiş. Qızı məktəbin sonuncu sinifində olanda pis xəstəlikdən rəhmətə gedib. Məktəbi əla qiymətlərlə bitirən qız Bakıya gəlib və universitetin riyaziyyat fakültəsinə qəbul olunub. Onun dil-ədəbiyyat müəlliməsi Bakılı imiş. 3 il uzaq dağ rayonunda təyinatla işləyəndən sonra Bakıya qayıdanda onu da özü ilə gətirib, sənədlərini verməkdə köməklik göstərib. İmtahana qədər öz evlərində qonaq saxlayıb. Qəbul olunandan sonra isə kirayə ev verilən yerləri qızla birgə gəzib, 2 tələbə qızla birgə ona mənzildə tapıb. Müəllimənin anası həkim işlədiyi tibb mərkəzində onu gecə növbəsinə sanitar işinə düzəldib. Ayda 9-10 gecə növbəsində olurdu. Tələbə olduğu üçün bu gecələri şənbəyə, bazara və bayram günlərinə salırdılar. Əlaçı təqaüdü, sanitar maaşı israfçı olmayan qıza kifayət edib. İndi isə işdən aldığı son maaşı, 2 aylıq təqaüdü bir andaca yoxa çıxmışdı. Dükan sahibinin qızın itkisinə reaksiyası təsadüfi deyildi. Tələbəçiliyi dövründə belə hadisə onun da başına gəlmişdi. O zaman o, düz 1 ay gündə 3 dəfə şor çörək və şirin çayla dolanmışdı. Qadın ehtiyatla qızın fikrini öyrənməyə çalışdı. Yaxşı, indi pulsuz qalmısan. Fikrin nədir? Vəziyyətdən çıxmağa bir yol görürsən? Heç bilmirəm, nə edim? Yeganə gedib gəldiyim yer mənim müəlliməmin evi idi. O da ərə gedəndən sonra Türkiyədə yaşayır. Elə isə sənə bir təklifim var. Mənim bir işçiyə ehtiyacım var. Yay aylarında istəsən burada işləyə bilərsən. Hətta dərslərin başlayandan sonra da işləyə bilərsən. Əslində təzə işçiyə ehtiyac yox idi. Dükan sahibi Dürrə xanım bunu qızın heysiyyətinə toxunmamaq, bu kimsəsiz qıza bir vasitə ilə kömək etmək üçün demişdi. Qızın gözləri yaşardı. O bugün onun üçün əhəmiyyətli olan bir itkiyə məruz qalsa da, əvəzində etibar edəcəyi, sığına biləcəyi ikinci bir yer tapmışdı. Dürrə xanım nə qədər təkid etsə də, Aydan tortu götürməkdən imtina etdi. Sabahdan burada işə başlamaq qərarı ilə ayrıldılar. İlkin olaraq Aydanın işi orada işləyən professional usta qadınlara kömək etmək, onların tapşırıqlarını yerinə yetirmək idi. Məktəb dövründə riyaziyyat olimpiyadalarının qalibi olan, universitetdə tələbə, elmi cəmiyyətinin üzvü olaraq yazdığı elmi məqalələri yüksək qiymətləndirilən qız indi sanki başqa bir aləmə düşmüşdü. Lakin onun riyazi hesablamalar, riyazi düsturlar aləmində yaşayan beyni öz işində idi. Heç 10 gün keçməmişdi ki, o burada hazırlanan bütün bişintilərin reseptlərini əzbər bilirdi. Hətta təsdiq edilən miqdardan nə qədər bulka, kruasan,
çudu və sair alındığını da bilirdi. Xəmir hazırlanan zaman ingrediyentlərin hansı ardıcıllıqla əlavə edildiyini də yadda saxlayırdı. Bir dəfə ustalardan biri yaxınının toyu üçün icazə alıb 3 günlük rayona getmişdi. Aydan onu elə əvəz etmişdi ki, hamı mat qalmışdı. O həmişə nəsə qeydlər edir, hesablamalar aparırdı. İşlədiyinin 2-ci ayında Dürrə xanımdan ona vaxt ayırmasını xahiş etdi. Öz bloknotunu açıb məqsədini söylədi. Dürrə xanım, mən hesablamışam ki, bizim məhsulların bəzisi tez satılır və yenidən onu hazırlamırıq. Çünki reseptə görə hazırlansa, günün axırına qədər hamısı satılmayacaq. Bəzisi isə çox hazırlandığı üçün satılıb qurtarmır. Bunu mən ay ərzində qeyd edib ümumi nəticə çıxarmışam. Ona görə bütün bişintilərimizin müxtəlif sayda olması üçün reseptlərini hazırlamışam. Dürrə xanım onun təqdim etdiyi reseptlərlə ətraflı tanış olandan sonra razılaşdı. Heç bir həftə keçməmiş, hamı bu dəyişikliyin səmərəliliyini gördü. Artıq Aydan özü də köməkçi kimi yox, əsl usta kimi işləyirdi. Nəhayət dərslər başladı və Aydan 2-ci növbə, yəni dərsi bitəndən sonra işləməyə başladı. Bir dəfə dükanın pəncərəsindən baxan Dürrə xanım gördü ki, işə gələn Aydan iri, bahalı bir maşından düşdü. Daha doğrusu maşını sürən gənc düşüb, onun üçün maşının qapısını açıb düşürdü. Bir neçə saniyə danışdılar və qız ondan ayrılıb dükana tərəf gəlməyə başladı. Oğlan o dükana girincə yerindən tərpənmədi. Sonra maşına oturub getdi. Dürrə xanım heç nə soruşmadı, amma yadında saxladı. Bir neçə gündən sonra ona çox yaxın olan, birgə işə başladığı ustası ilə çay içəndə söz gəlişi dedi. O gün gördüm Aydanı bir oğlan maşınla gətirdi. Dükana girincə arxasınca baxdı. Usta gülümsədi. Hə, deyəsən kürəkənimiz olacaq. Bəzən işdən çıxanda gəlib qızı maşınla aparır. Mənim başa düşdüyümə görə imkanlı oğlandır. Nə deyim, Allah xeyir versin. Bəs kimdir, nəçidir, danışmayıb sizə? Yox, özə heç nə deməyib, biz də soruşmamışıq. Dürrə xanım fikrə getdi. Nəsə ürəyində bir narahatçılıq duyğusu yarandı. O göstərməsə də, özünü bu qıza arxa bilib onun taleyi üçün məsuliyyət hiss edirdi. Artıq dekabr girmişdi. Soyuq aylarda şirniyyat daha yaxşı satılırdı. Dükanın bişinti şöbəsində şıdırğı iş gedirdi. Belə günlərin birində dükana zəngin geyimli, təkəbbürlü bir xanım girdi. Adətən içəri girən vitrin boyu düzülmüş şirniyyatlara baxır, sonra satıcıya yaxınlaşardı. Lakin bu xanım birbaşa satıcıya yaxınlaşdı. Aydanı çağıra bilərsinizmi? Satıcı, bəli, deyərək orta qapını açdı və Aydanı səslədi. Səni soruşan var, dedi. Aydan iş paltarında başında saçlarını yığan kolpakla satış şöbəsinə çıxdı. Satıcının ona əli ilə göstərdiyi xanıma yaxınlaşdı. Gələn xanım diqqətlə qızı başdan ayağa süzdü. Onun qarşısında çinar boylu, incə qamətli, gözəl simalı bir qız dayanmışdı. Qız demək olar ki, ondan bir baş hündür idi. Qadın onu dükanın adam olmayan hissəsinə dəvət etdi. Təxminən 5-6 dəqiqə danışdılar. Daha doğrusu, gələn xanım danışdı, qız isə onu dinlədi və sonra qadın təkəbbürlə dönüb getdi. Axşam adəti üzrə işə zəng vuran Dürrə xanıma məlumat çatdırıldı ki, Aydanın görüşdüyü oğlanın anası gəlib qızla danışıb gedib, sonra isə əhvalı pozulmuş, rəngi avazmış qız özünü pis hiss etdiyi üçün icazə alıb gedib. Səhəri gün Aydan Dürrə xanıma zəng vurub bir həftəlik icazə istədi. Dükan sahibi onun yaşadığı evin yerini bilirdi. Bir dəfə öz maşını ilə qızı evinə aparmışdı. Elə həmin axşam ora gəldi. Lakin gördüyü mənzərə onu çaşdırdı. Qızlar pal-paltarlarını çamadanlarına yığırdılar. Aydan Dürrə xanıma "Köçürük" deyə izahat verdi. Dünən işdən gəlib görürəm ki, evin sahibəsi oturub bizim yığışmağımızı gözləyir. Deyir, xaricdə yaşayan oğlum ailəsi ilə qəflətən gəlib, indi mənim bir otaqlı evimdədirlər. Çox xahiş etdi ki, təcili ev tapıb çıxaq. Axırıncı ayın pulunu da bizə qaytardı. Qızların hər ikisinin ev tapana qədər getməyə yerləri, qohumları var. Mən də səhərdən elanlara baxıb yer axtarıram. 3 dənə ünvan işarələmişəm. Sabah gedib baxıb birini seçəcəyəm. Dürrə xanım onu mətbəxə çəkib qapını örtdü. Mən əslində bura başqa işə görə gəlmişdim. Danış görüm, dünən sənin yanına gələn qadın kim idi? Məndən söz gizlətmə. Bilirsən ki, mən sənə öz yaxınım kimi baxıram. O qadın mənim görüşdüyüm oğlanın anası idi. Gəlmişdi ki, onun oğlundan əl çəkim. O və əri oğlanlarını seçimindən çox narazıdırlar. Onlar əsilli nəcabətli ailədirlər. Zatı, tərbiyəsi bilinməyən, yetimliklə böyüyən, xəstəxana tualetini yuyan qız onların gəlini ola bilməz. Dedi ki, onsuz da onlar məni qəbul etməyəcəklər. Yəni işimi bilim. Dedi ki, özün bil, istəyirsən əyləncə üçün oğlumla gəzd olan. Cavan oğlana onsuz da əylənmək üçün kimsə lazımdır.
Mən onun sözlərini necə deyibsə, eləcə də sizə çatdırdım. Bir qədər susub əlavə etdi. O qadın gedəndən sonra elə dilxor olmuşdum ki, heç özümü ələ ala bilmirdim. Evə gəldim, ev sahibinin sözlərini eşidəndə inanırsınız? Elə bil o qadın da, onun nalayiq danışığı da, üstəlik onun oğlu da mənim üçün tamamilə öz əhəmiyyətini itirdi. Dünən birdən-birə 2 zərbə almışdım. Görünür, ikinci zərbə daha güclüymüş, çünki birincinin təsirini itirmişdi. Aydan, mən həmişə bilirdim ki, sən çox iradəli, güclü qızsan. Üstəlik savadlısan, gözəlsən, əxlaqlısan. Sən qızıl parçasısan. Bunu unutma və öz qiymətini bil. O oğlan yenə sənin ardınca gəlsə, bil ki, belə ata-ana səni qəbul etməyəcək. Ona görə yaxşı fikirləş. Onunla oturub durmağa dəyər yoxsa yox. Dar macalda kirayə ev axtarmaq lazım deyil. Hələlik dükanın arxa tərəfindəki boş otağı sənə verirəm. Bilirsən də, yanında da işçilər üçün duş və tualet otaqları var. Sabah orada sənin üçün nə lazımdırsa qoyub, şərait yaradarıq. İndi isə nəyin varsa yığ hazırla, səhər köçmək üçün maşın göndərəcəyəm. Qətiyyən kefini pozma. Nə qədər mən varam, sən tək deyilsən. Bu hadisədən 1 ay keçmişdi. Aydan yeni yerdə özünü elə rahat hiss edirdi ki, sanki həmişə burada yaşamışdı. Görüşdüyü oğlanla əlaqəsi kəsilmiş, o anasının gəlişindən sonra yoxa çıxmışdı. Dürrə xanım onun rahatlığını görüb, başqa yerə köçmə, elə burada qal, demişdi. Ev alanda köçərsən. Mənim ev almağım çətin məsələdir, bəlkə də mümkünsüzdür, deyə qız gülümsəyib cavab vermişdi. Bu söhbətdən 1 həftə sonra Dürrə xanım Aydanı öz kiçik kabinetinə çağırdı. Aydan, oturub çox fikirləşdim. Deyirəm sənin mənzil məsələni həll edək. Sən bilirsən də, mənim qardaşımın tikinti şirkəti var. Əgər istəsən, sənin üçün xahiş edərəm. Öyrənmişəm, onlarda bir otaqlı mənzil 67 kvadrat metrdir. Deyərəm sənin üçün ən minimal qiymətə verər. O qiyməti də 4 illik daxili faizsiz kreditə böldürərəm. Sən indi 2 maaş alırsan. Həm onlayn xidmətin yaradıcısı və aparıcısı kimi, həm də usta kimi. Məncə bundan istifadə etmək lazımdır. Dürrə xanım sözünün üstündə durdu. Lap minimal qiymətə mənzili yazdırdı. Aylıq kredit ödənişini razılaşdırdı. Hal-hazırda kirayə pulu vermədiyindən, aylıq krediti ödəyəndən sonra yerdə qalan pul onun ehtiyacını ödəməyə çatırdı. Gedib mənzilinə də baxdı. Təmirsiz olsa da çox xoşuna gəldi. Dürrə xanımla məsləhətləşdi. Mənim 6000 pulum var, dedi. Burada işləyəndən bəri yığmışam. Bəlkə ödəyim borcum azalsın? O qətiyyən razılaşmadı. Təmirə, işıq, su, qaz çəkməklə başlayırlar. Usta tapaq hələlik bu işləri görsün. Usta tapıldı. 1 aya işıq, su, qaz, internet çəkildi. Kondisioner, kombi radiator üçün yuvalar düzəldildi. Aydan magistraturanı əla qiymətlərlə bitirdi. İşi maddi cəhətdən onu təmin etdiyi üçün ixtisası üzrə hələlik iş axtarmadı. Amma boş vaxtı yarandığından repetitor işi üçün elan verdi. Evə gedib məşğul olacağını yazmışdı. Düzü bunu ehtiyac ucbatından yox, öz sənətinə olan sevgisinə görə edirdi. O günün başladığını və bitdiyini görürdü. Birinci növbə dükanda işi, günün ikinci yarısı artıq 6-ya çatan şagirdlərinin dərsi. Bölüşdürmüşdü. Hərəsinin evinə həftədə 2 dəfə gedirdi. Hər 3 aydan bir repetitorluqdan yığdığı pulu evin təmirinə sərf edirdi. Divarların, döşəmənin qara işləri görülmüşdü. Çox vəsait tələb edən işlərə keçə bilmirdi. Aylıq kredit borcunu da vaxtında ödəyirdi. Artıq mənzil sahibi olmağından 2 il keçmişdi. Yarı pul ödənilmişdi. Şagirdlərinin ikisi məktəbi bitirib, müvəffəqiyyətlə universitetə daxil olmuşdular. Hətta onların boş qalan yerlərinə yeni 2 şagird də götürmüşdü. Aydan həyatından çox razı idi. Gələcək 2 ildə evin kreditini tam ödəyəcəyini, təmir işini də bitirəcəyini güman edirdi. Lakin görünür, hər şey insanın güman etdiyi kimi olmur. Zamanın öz hökmü olur. Bir səhər dəhşətli xəbər aldılar. Dürrə xanım qəflətən vəfat etmişdi. Bütün işçilər dərin kədər içində idi. İş dayanmışdı. Ekspertiza ölümün səbəbini tromb emboliyası kimi göstərmişdi. Dükan tam bağlanıb qıfıllandığı üçün Aydan işçi qadınlardan birinin evində qalırdı. Bütün günü yas yerində olurdular, gecə yatmağa gedirdilər. Sonuncu gün qardaşı onları ayrıca yığıb dedi: "Mühasibinizə göstəriş vermişəm, hamının maaşını ödəyəcək. Kimin nə çatışmazlığı olsa şəxsən mənə desin. Dükanı bağlayıram. Bilirəm, orada yəqin ki bişinti üçün məhsullar var. Tapşırmışam. Hamınızın arasında bərabər bölünəcək. Bu 3 günü mənim yanımda olduğunuz üçün sizə çox minnətdaram.
Səhəri gün dükanı açdılar. 2-3 günə bütün məsələləri həll edincə Aydan özünə bir kirayə ev tapa bildi. Başa düşürdü ki, onun çətin günləri başlayır. Kirayə pulu, evinin krediti, dolanışıq pulu. 6 şagirdlə kirayə qaldığı evin pulunu və pis yaxşı dolanışığını təmin edə bilərdi. Lakin yeni mənzilin kreditini ödəməyə pul çatmırdı. İş axtarışına başladı. Məlum oldu ki, gündə 8 saatlıq işdə alacağı maaş 6 şagirdə görə alacağı puldan xeyli azdır. Üstəlik bu şagirdlərə gündə cəmi 2-3 saat vaxt sərf edirdi. Bir gün yaşadığı evin yaxınlığındakı supermarketdə bazarlıq edəndə arendaya yer verilir elanına rast gəldi. Maraqlandı. Məlum oldu ki, təxminən 30 kvadrat metrlik yerdir. Əvvəllər orada qutab satılırmış. İşləri getmədiyi üçün çıxıblar. Arenda qiymətini də öyrənib qayıtdı. Oturub hesablamağa başladı. Dönə-dönə hesablayandan sonra qərara gəldi ki, bir nəfər işçi ilə işə başlasa, işin öhdəsindən gələ bilər. Ürək qızdırdığı keçmiş, bacarıqlı iş yoldaşlarından biri ilə görüşüb, planını ona açıqladı və onun razılığını aldı. Qalırdı iş üçün bir neçə aparatı əldə etmək. Qərara gəldi ki, ilk əvvəl Dürrə xanımın qardaşına müraciət etsin. Bəlkə aparatlar hələ satılmayıb. Vaxt itirmədən elə həmin gün xanımın qardaşının iş yerinə getdi. Kim olduğunu dedi və onu müdirin kabinetinə dəvət etdilər. Aydan qısa olaraq vəziyyətini ona danışdı. Aparatlar üçün gəldiyini dedi. Dükan satılıb, lakin onu alanın başqa məqsədi olduğu üçün aparatları öz ambarıma qoydurmuşam. Nə istəsən götürə bilərsən. Aydan 3 aparat istəyirdi. Xəmir yoğuran, xəmiri hamarlayıb çıxaran və mərtəbəli bişirmə sobası. Dürrə xanımın qardaşı aparatları ucuz qiymətə və pulu 1 ildən sonra ödəmək şərti ilə verdi. Aydan razılaşdı. Harda müqavilə bağlaya bilərik, deyə soruşdu. Heç bir müqavilə lazım deyil, mən bacımın işçisinə etibar edirəm. Sənin mənzil kreditinə də 2 ay fasilə verirəm. İşini qur, sonra ödəməyə başlayarsan. Arendanı götür, aparatları öz maşınımızla göstərdiyin yerə aparıb qoyarıq. Heç olmasa buna xərcin çıxmasın. Bir həftə keçmiş Aydan işə başladı. Aparatları götürəndə Dürrə xanımın qardaşı orada olan soyuducunu, 2 böyük iş mikserini də ona verdi. Bunlar paydır, dedi. Marketdə arenda yeri bir küncdə yerləşirdi. Elə birinci gün ilk məhsulları sobadan çıxanda vanilin, darçının, hilin ətri ətrafı bürümüşdü. Keçənlər ayaq saxlayır, vitrinə düzülməkdə olan bişintilərə baxır və alırdılar. Bir həftədən sonra Aydan artıq bilirdi ki, hər növdən nə qədər hazırlamaq lazımdır. Ehtiyac olduqca sayı artıra bilirdilər. İşin yaxşı getdiyinə arxayın olandan sonra ikinci işçini də dəvət etdi və şagirdləri ilə yenidən dərsə başladı. Bir il tamamında aparatların pulunu hazır edib, Dürrə xanımın qardaşına aparıb verəndə o pulu götürməmişdi. Dürrənin övladı olmamışdı. O həmişə səni özünün ən yaxını kimi bilirdi. Özüm qəsdən demişdim ki, pulu yığa biləsən. Saxla, mənzilinin təmirinə sərf edərsən. Marketdə işindən 2 il keçmiş, Aydan mənzilinin kreditini bitirmişdi. Bir gün Dürrə xanımın qardaşından zəng gəldi. Vaxtın varsa gəl, dedi. Sənə bir təklifim var. Məlum oldu ki, şəhərin mərkəzi hissəsində yeni bina istismara veriblər və binanın 1-ci mərtəbəsində ticarət üçün arenda yerləri bölüşdürülür. Böyük bir dükanın yerini saxlayıb. Ora əsilsizlikdir. 2 şöbədən ibarətdir. Dürrə xanımın dükanı kimi hər şəraiti var. Sizə minimal qiymətə verərəm. Əgər götürsən, işini səhmana salana qədər səndən arenda pulu almaram. Təklif edirəm, gedib baxasan. Aydanın fikirləşdiyini, tərəddüd etdiyini görəndə əlavə etdi. Bacım, Dürrəni yuxuda görmüşəm. Mənim qızlarıma kömək et, dedi. İnan, neçə gündür yadımdan çıxmır. Ona görə səni dəvət etdim. Gedək baxaq. Əgər sənə əl verməsə götürmə. Mən də rahat olaram. Baxdılar. Bina prestijli yerdə, həm də çox gözəl, dəbdəbəli idi. Təklif olunan zala isə söz ola bilməzdi. Burada hər növ şirniyyat hazırlana və satıla bilərdi. Bacımın dükanından qalan aparat və avadanlıqlar mənim ambarımda qalıb. Neçə dəfə istəmişəm, əlim qalxmayıb satmağa. Hamısını götürə bilərsən. Aydan arenda qiymətini öyrənib sabaha qədər vaxt istədi. Marketə gəlib məsələni qadınlarla müzakirə etdi. Ancaq o boyda yeri işlətmək üçün bizə daha 3 nəfər lazımdır. Təzə adam götürüb öyrətmək uzun məsələdir. Bizimkilər hamısı müxtəlif yerlərdə işləyirlər. Onlarla əlaqə saxlayım, görək nə çıxır. Bir aydan sonra 5 işçi ilə bərabər yeni yerin açılışını etdilər. Təxminən 3 aydan sonra Dürrə xanımın qardaşı onlara qonaq gəldi. Böyük heyranlıqla interyerə, 2 professional kofe maşına, içəridə pəncərələr qarşısında oturub kofe içib kruasan yeyənlərə, vitrin qarşısında tort seçənlərə tamaşa etdi.
Aydana xəbər getdi və o gəlib qonağı öz kabinetinə dəvət etdi. Qızlar kofe və kruasan, müxtəlif pirojnalar gətirdilər. Aydan, qızım, sən mən gözlədiyimdən də artıq səviyyədə iş qurmusan. Mən bura təsadüfi gəlməmişəm. Və o öz təklifini açıqladı. Otur hesabla. Mən bu yeri sənə bu qiymətə sata bilərəm. 5 il müddətinə ödəyərsən. Əlbəttə, yenə faizsiz daxili kreditlə. Tam qəti qərara gəl, mənə məlumat ver. Aydan hesabladı. Öhdəsindən gələ biləcəyindən arxayın olandan sonra gedib müqavilə bağladı. 5 il ərzində kreditlə tam üzülüşdü. Artıq mağazası şəhərdə məşhur idi. Tortları demək olar ki, ancaq sifarişlə hazırlayırdılar. Bir gün sifariş qəbul edən işçisi gəlib dedi ki, bir xanım 3 ədəd tort sifariş etmək istəyir. Nəvəsinin yaşını qeyd etməlidirlər. Amma deyir, mağazanın sahibini görmək istəyir. Ən yaxşı, ən bahalı tortlar sifariş edəcək. Sizin məsləhətiniz lazımdır. Aydan qadının görüşünə çıxdı və onu görən kimi tanıdı, ancaq özünü o yerə qoymadı. Buyurun, sizə eşidirəm, dedi. Qadın 3 ədəd uşaq məclisi üçün məsləhətli tort istəyirəm, dedi. Aydan onu kabinetinə dəvət edib, kataloqu qarşısına qoydu. Siz seçin, üstünü necə istəsəniz elə də bəzəyərik və nə istəsəniz yazarıq. Qadına kofe gətirdilər. O nəhayət sifarişini verib getdi. Oğlum, yəni uşağın atası gəlib götürəcək, deyərək gedərkən çox səmimi xudahafizləşdi. 3 gün sonra tortları götürməyə gələn şəxs buranın sahibəsinə öz minnətdarlığını bildirmək istədiyini dedi. İşçi, Aydan xanım, sizi görmək istəyirlər deyib onu zala dəvət etdi. Gələn şəxs Aydanı görüb bir anlıq sustu. Nə deyəcəyini bilmədi, lakin tezliklə özünü ələ aldı. Sizi görməyimə çox şadam, dedi. Belə gözəl tortlar üçün çox sağ olun. Deməli, buranın sahibəsi sizsiniz? Bəli, mənəm. Tortlarımızı bəyənsəniz, nə zaman lazım olsa sifariş verə bilərsiniz. Görün, neçə il keçib, siz məni görən kimi tanıdınız, amma ananız tanımamışdı. Öz kabinetinə gəlib yerində oturandan sonra fikirləşdi. Qəribədir. Deyirlər ilk məhəbbət unudulmur, qəlbdə iz qoyur. O mənim ilk məhəbbətim idi. Görəsən, mənim qəlbimdə niyə iz qoymayıb? Və mühasibat sənədlərini açıb işə başladı. Çünki mağazanın mühasibatını da özü aparırdı. Nəhayət işçisinin səsini eşidib başını qaldırdı. Aydan xanım, yoldaşınız sizi aparmaq üçün gəlib, maşında oturub gözləyir. O sənədlərini yığıb seyfə qoydu. İş xalatını çıxarıb asdı. Divardakı güzgünün qarşısında saçlarına sığal verib, mağazanın qarşısında onu gözləyən ərinin maşınına tərəf yollandı. Aydanın hekayəsi bizə öyrədir ki, əsl alicənablıq əsillə və ya sərvətlə deyil, qəlbin təmizliyi və ruhun gücü ilə ölçülür. İllər keçdi, köhnə incikliklər unuduldu və ilk məhəbbət qəlbdə iz buraxmağı dayandıraraq yerini əsl xoşbəxtliyə və ömürlük bir işə verdi. Əgər bu hekayə xoşunuza gəldisə, videonu bəyənməyi və Hekayələr Aləmi kanalına abunə olmağı unutmayın. Şərhlərdə öz fikrinizi yazın. Sizcə həyatda hansı daha önəmlidir? Şans, yoxsa gərgin əmək? Bizimlə olduğunuz üçün təşəkkür edirik. Yeni hekayələrdə görüşənədək.